Ey inam gətirənlər, yazıldı sizə oruc sizdən əvvəlkilərə yazıldığı kimi. Bəlkəm siz çəkindiniz. Müddətli günləri. O halda kim olsa sizlərdən xəstə və ya səfər üzərində, onda müddəti digər günlərdəndir. Yəni, əgər insan xəstələnsə və ya səfər üzərində olsa, onda müddəti, o oruc müddəti, digər o kitablardakı kimi deyil ki, bir günə nə bilim 60 dəfə, 60 gün oruç tutmalısan və s. Biz Allahın kitabına təslim olmalıyıq, Allahın bizə öyrətdiyi kimi bilməliyik və Allah burada deyir ki, həmin halda biz nə etməliyik? Tutmadığımız müddət qədər digər günlərdə, yəni sağaldıqda, səfər bitdikdə ondan sonra tutmalıyıq. İndi öncə birinci nəyə baxmalıyıq? Ey inam gətirənlər, yazıldı sizə oruc. Hələ burada Ramazan ayından mövzu getmir. Burada mövzu gedir orucluqdan ki, yazıldı sizə. Yəni hələ demək yazılmamışdı. Hələ bu ayələrə oruc ayəsi hələ gəlməmişdi. Neçə illərdir Quran nazil olunur, amma orucluq əmri hələ gəlməyib. Hələ onlara orucluq əmri hələ gəlib çıxmayıb. Deməli deyir ki, ey inam gətirənlər, yazıldı sizə oruc sizdən əvvəlkilərə yazıldığı kimi, bəlkəm siz nə etdiniz? Çəkindiniz. Müddətli günləri, sayılı günlər, müddətli günlər. O halda, indi hələ orada dayanaq. Öncə kimdən danışdı? Ey inam gətirənlər. Ey insanlar demir. Ey nə bilim kimlər demir. Deyir ki, ey inam gətirənlər. Kim ki Allahın ayəsinə, Allaha inam gətirib, nəinki Allaha. Quranda şərt nə dediyi 5 inamın şərti var. Allaha inam, axirət gününə inam, mələklərə inam, rəsullara inam, kitablara inam. Yəni bunlar 5 şərtin içində, bu 5 inam üzərində sən ey inam gətirənlər, sən o inama daxilsənsə, sən də o 5 şərtə inam gətirmisənsə, demək sənə aiddir ki, yazıldı sizə oruc, sizdən əvvəlkilərə yazıldığı kimi. Demək biz də bizdən əvvəlkilər kimi oruç tutmalıyıq. Demək, indi gəlin baxaq ki, bizdən əvvəlkilər oruç tutublar, bəli. Bizdən əvvəlkilər də, əgər baxsaq Tövrata, İncilə, digər Allahdan, bu Qurandan əvvəlki ayələri, kitablara baxsaq, Allahın kitablarına baxıb görərik ki, orada da onlara nə əmr olunmuşdur? Orada da onlara oruc əmri var. Onlar da oruç tuturlar. Məsəl üçün, Nəsranilər, Yahudilər, digər firqələrdən olan dinlərdən baxsan, soruşsan, onlardan soruşsan, deyəcəklər ki, bəli, bizdə də orucluq var. İndi onlarda kimisində 3 gündür, kimisində nə bilim 5 gündür, kimisində 10 gündür, neçə gündür. Bunlar onların yenə inam gətirdikləri öz hədislər və sair şeylərinə görə kimisi Tövrata tam inanır onlarda da, kimisi Tövratdan kənara çıxır. Düzdür, Tövrata, İncilə, orada dəyişikliklər, müdaxilələr olub, qarışdırılıb. O müdaxilələr olub, qaçışdırılıb deyəndə burada mövzu nədən gedir? Məsəl üçün, o dövrdə o ayələr ki vardı, Tövrat, İncil, niyə deyirik müdaxilə olub? Əvvəllər o ayələrin içində mötərizə açırdılar, necə ki, indi Quranda da açırlar. Mötərizələr açırdılar və onun içində öz açıqlamalarını, yəni nə mənada açıqlamalarını, biri, məsəl üçün, ayəni oxuyurdu, ona başlayırdı əlavələr verməyə. Əlavələr verməyə və o sonra zaman tədriclə o mötərizələr götürüldü, götürüldü, çıxarıldı və oldu bütöv. Sonra qaçışdı. Allahın ayələri ilə o mötərizədə insanların yazdıqları, öz əlləri ilə yazdıqları fikirləri hamısı qarışdı bir-birinə. Odur ki, ona görə o müdaxilə olundu həmin o Tövrata da, İncilə də. Amma Allah Quranda nə buyurur? Deyir ki, biz Quranı, ayələri, bu Quranı biz nazil etdik və onu kim qoruyur deyir? Biz qoruyuruq. Burada diqqət edin, Allah demir ki, siz qoruyursunuz. Allah deyir ki, biz qoruyuruq. Yəni, insan o nə deməkdir biz qoruyuruq? Yəni, əgər bizim qorumağımıza qalsaydı, biz də bərbad günə qoyardıq bir çox şeyləri. Ona görə də Allah özü qoruyur ki, insanın ora müdaxiləsi olmasın. Hətta nə qədər müdaxilə olursa olsun, mötərizə nə qədər açırsa açsın, nə bilim orada nə qədər özündən hədislər, kitablar, nə bilim rəvayətlər çıxartsın, fərq etməz. Zaten
bunun orijinalı ki qalıb, heç bir insan onun o ərəb dilində olan orijinalını toxuna bilmir. Nə ora mötərizə sala bilir, nə oradan bir əlavə eləyə bilir, nə əskilə bilir, heç nə eləyə bilmir. Amma istədiyi nədir? Əlavələr eləməyə, digər kitablarda başlayırlar əlavə eləyib, özlərindən şeylər uydurub çıxartmağa, bidət, əlavələr. Hansı ki, Allah deyir ki, biz qoruyuruq və həqiqətən onun qoruması, Allahın qoruması çox möhtəşəmdir. Nəyə görə? Çünki bütün insanlar bir-birinə, yəni milyonlarca firqələr çıxsa belə, əgər haqqı axtaran varsa, kimsə haqqı istəsə, haqqı axtarsa, doğru yolu tapmaq istəsə, bilmək istəsə, əlhamdülillah, gəlib Allahın kitabını açıb və oradan haqqı görüb, haqqı götürüb və doğru yolu Allahın izni ilə tapa bilər. Məsəl üçün, deyək ki, firqələr çıxıb, biri deyir ki, biri deyir əl üzvü yox, biri deyir ki, ya üzvü yumaq lazım deyil, əlvi yox. Biri deyir dirsəyə qədər, biri deyir yox, bilənlərə qədər yusan kifayət eləyər. Biri deyər, nə bilir, başımı məsələ, o digəri deyər, eləmə ehtiyac yoxdur. Yəni, təsəvvür edin ki, hər cür firqələr çıxsın, sən də girmirsən bu dünyaya yaşamağa, indi sənə qalmışsan ki, mən neyiniyim ki, hardan bilim ki, üzümü yuyum, əlimi biləngə qədər, yoxsa dirsəyə qədər yuyum, necə eləyim bilmirsənsə, kifayət sənə ki, Allahın kitabını açasan, orada dəstəmaz haqqında olan ayəyə baxasan və ona tabi olub, digər firqələri tərk edib, sadəcə Allahın ayələri ilə yaşayasan. Bu sənə kifayət edir. Və sən çünki Allah buyurduğu kimi kitabından sorğu-sual olunacaqsan, digər kitablardan, rəvayətlərdən, hədislərdən deyil. İndi burada aydın oldu ki, inam gətirənlər kimlərdir? İnam gətirənlər yazıldı sizə oruc. Demək, yazıldı bizə də oruc, yəni Qurandan sonraki insanlara, nazil olandan sonra, sizdən əvvəlkilərə yazıldığı kimi. Demək, bizdən əvvəlkiləri də yazılmışdı. Onlara necə yazılmışdı? Onlar o dövrdə müddətli idi günləri. Günləri müddətli idi. Yəni ki, bir ay deyildi. Müddəti vardı. 3 gün, nə bilim, 10 gün idi. 3 gündən 10 günə qədər. Yəni deyək ki, bunların arasında olan. Və bunların arasında olan günlərdə oruç tuturdular, amma fərqli olaraq oruçları vardı. Yəni, onların qadınlara gecədə yaxınlaşmamağı vardı. Ondan sonra onların danışmağa da izni yox idi. Onlar orucu həm susmaqla tuturdular, danışmağa izni yox idi. Buna dəlillərimiz var, Allahın kitabında var. Yəni digər, sadəcə vaxt məhduddur deyə mən oradan ora, buradan bura çox keçsəm, onda bir ayədən çıxa bilmərəm. Ona görə qısa olaraq tez-tez deyirəm, kimin şübhəsi varsa ki, harda var, necə var, gələcəkdə yavaş-yavaş olsa Allahın izni ilə nə qədər Allah bizə ömür versə, bunu açıqlayıb, danışıb bildirəcəyik buradan. Amma borclusuz ki, özünüz də oxuyasınız, özünüz də dadasınız o meyvəni, o ləzzəti ki, başa düşəsiniz ki, mövzu nədən gedir. Mən deyəndə ayələri, hansı ayələrdən mövzu gedir, onu dərhal tutub anlaya biləsiniz, başa düşəsiniz. Yadınıza, xatırınıza gətirə biləsiniz. Deməli, və deyilir ki, o müddətli günlərdə, o halda kim olsa sizdən xəstə və ya səfər üzərində, indi burada çox qəribə bir şey var. Qəribə nədir qəribə? İndi baxacağıq, görək ki, burada həm möhtəşəm, həm qəribə, həm nə var burada? Baxın, diqqət eləyin. Səbirlə, qulaq asıb diqqət eləyin bura ki, burada görün nə keçir, nə deyir Allah. Deyir ki, və o kəslər ki, o halda ki, kim olsa həmin halda, həmin o müddətli günlərində olar, necə idi? O halda kim olsa sizlərdən xəstə və ya səfər üzərində, demək kim olsa xəstə və yaxud səfərdə, onda müddəti digər günlərdəndir. Bunu bildik. Sonra deyir ki, və o kəslər ki, taqətlidirlər ona, üzərinə fidyə, nədir fidyəsi? Təamdır miskinə. Miskini yedirtmək. Təamdır. Sonra da deyir ki, kim könüllü bir xeyir edərsə, o halda o xeyir onun üçündür. Və oruç tutmaq xeyirlidir sizə. Ləələkum, kaş ki, əgər bunu bilsəydiniz. Bilsəniz, oruç tutmaq sizin üçün nə qədər xeyirlidir. Yəni, burada nə çıxır? Yəni, biz bunu tam-tamlıqla bilə bilmərik. Bu da nə deməkdir? Bilmək, bilməmək, tam bilmək, bilməmək. Məsəl üçün, indi insanlar elə zənn edir ki, məsəl üçün deyirlər ki, bu Quranı tam oxuyursan. Bunu oxudun başdan ayağa bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə, 10 dəfə, 100 dəfə. Bunun nə mənası var ya? Bunu oxuyub deyək ki, əzvər bilirsən. İndi götürüb yenə də oxuyursan. Niyə oxuyursan bu qədər? Bunu nəyə lazım ki, əgər sən bunu əzvər bilirsən? Birincisi, Məhəmməd Peyğəmbər Quran ona nazil olmuşdu və ona qəlbinə yerləşdirilmişdi. O artıq onu əzbər bilirdi. Amma Allah Quranda Məhəmməd Peyğəmbərə əmr olunur ki, nə et? Quran oxu, əmr olunur.
və lənətlənmiş şeytandan Allaha sığınıram de ki, Allahım elmimi artır və Quran oxu. Demək, elm daha da artırılır və Quran oxuyanda daha yeni şeylərə sən nə olursan, yeni şeylər açılır sənə. Elmin artır. Çünki sən Quranı başlayıb oxuyub qutarana qədər müddət keçir, vaxt keçir. Deyək ki, 1 ay, 2 ay, 3 ayında kimin oxumasından asılıdır, nə qədər müddəti, neçə vərəq gündə oxumasından asılıdır ki, orada bir müddət keçir. O müddətin içində bugünkü bu indiki halda, zamanda oxuduğunla gələcəkdə məsələn 3 aydan sonra yenidən oxumağa başlasan, o vaxt sənin artıq elmin, dünya baxışın, ondan sonra xasiyyətin və bir çox şeylərin dəyişir. O dəyişdiyi halda sən indi o halda oxuyanda təmiz elə bir başqa hisslərlə, başqa bir şeylə oxuyursan. Bu asılıdır nədən? İnsan Quran oxuyanda, məsəl üçün indi biri balıq ovuna getsin, desin ki, mən balıq ovunu hər gün balıq ovuna gedən adamdır, balıq yeyən adamdır. Deyir ki, mən bütün desin ki, dənizdə olan balıqların hamısını balıq ova eləyib, mən bütün dənizin balığın dadını bilirəm desə, bu gülməli olar. Bu cahillik olar. Niyə? Ona görə ki, o hansısa bir növlərini yeyə bilər. Bütün dənizin balıqlarının növlərini o yeyib qutara bilməz. Bu bir. Dadını bilə bilməz. 2. İndi hamısını qoyuram qırağa, sadəcə bir balıq növünü yesə belə, o bugünkü yediyi ilə sabahki yediyində fərq ola bilər olsun. 3 gündən sonra yediyi ilə başqa bir fərq olsun. 1 aydan sonra daha başqa fərq olsun. O asılıdır nədən? O asılıdır balığın necə qida almasından. O zəifdirmi, qüvvəlidirmi, vitaminli midir, nə ilə qidalanıb, hansı balıq hansı qidalarla, qidalan vitaminlərlə bəslənib ki, onun da xüsusi, spesifik özünə aid dadı olur. Necə ki, deyək ki, toyuqda, necə ki, malda, necə ki, qoyun ətində. Biz yeyərik, görərsən ki, bu qoyun əti ilə o qoyun ətində böyük bir fərq var. Niyə? O çörəklə, yemlə, arpa ilə bəslənə bilər, biri otla bəslənə bilər. Digəri başqa bir regionda, başqa bir yerdə, məsəl üçün dağlı zonalar, cürbəcür başqa bitkilər, güllərlə bəslənə bilər. Onun dadı, tamı, yumşaqlığı daha başqa ola bilər. Yəni ki, bir heyvan, bir çox dadlar ala bilərsən bir heyvandan. Toyuq olsun, qoyun olsun, inək olsun və yaxud balıq olsun. Fərq etməz. Mən hələ bir növündən danışıram. Hələ keçmirəm ikinci növə. Və sonra onu deyək ki, sən ona nail oldun. Bu növündən, o balıq növündən deyək ki, nail oldun. Yedin. Bildin ki, bunun dadı budur. İndi buradan aldığın o ləzzət də var. Məsəl üçün, sən ola bilər ki, o bugün yediyin neymətdən daha böyük bir ləzzət alasan. O kababdan mı deyim, o balıqdan mı deyim, o və yaxud meyvədən mi deyim və s. Hansı ki, bir aydan sonra təmiz başqa bir dad alasan, ya başqa günün. O nədən asılıdır? Sənin durumundan, sənin aclığından, sənin aldığın effektdən, aldığın o effekt sənin halından. Sən ola bilər ki, halın yoxdur, iştahın yoxdur, streslisən, ondan sonra dilxorsan, başqa bir hadisələr olub nəsə, o yediyin də sənə ləzzət verməsin. Onu qaçırasan o dadı. Amma ola bilər ki, sənin keyfin kök olsun, ondan sonra çevrən gözəl olsun, mühitin qəşəng əla olsun, sonra deyək ki, iştahın çox gözəl olsun və bu sənə daha çox fərqli olan bir həmin neymətdən dadlar verəcək.